Sabahınız xeyir olsun. 13 fevral 2026-cı il tarixi Şaban ayının 25-ci günü, Şaban ayının sonuncu həftəsinin sonuncu 5-ci cümə günüdür. Və bu cümə gününüzü hər birinizi təbrik edirəm. Bununla yanaşı cümə ibadətlərinizin qəbul olunmağını arzulayıram. Və 13 fevral günündə kimlər işləri arxasınca gedir, ruzini, çörəyini qazanmağa gedir, onlara can sağlığı arzulayıram, bol bərəkət ruzi arzulayıram və eləcə də evdə əyləşib ev işləri ilə məşğul olanlara da can sağlığı, iş avadlığı arzulayıram və 13 fevral günündə təhsili ilə məşğul olanlara, məktəblilərə, orta ixtisas tələbələrinə, eləcə də ali məktəb tələbələrinə zehin açıqlığı, iş avadlığı arzulayıram, qarşılarına qoyduqları məqsədə, hədəfə yetişmələrini, ölkəmiz Azərbaycan üçün xeyirli, yaxşı bir kadr kimi yetişmələrini arzulayıram. 13 fevral günündə kimlərin rəhmətə gedənlər var, Allahdan rəhmət diləyirəm. 13 fevral günündə kimlərin xəstələri var, Allahdan şəfa diləyirəm. O cümlədən bütün qazilərə can sağlığı, Allahdan şəfa diləyirəm. Və 13 fevral günündə kimlərin ad günü, şad günü, xoş günüdür, hər birini təbrik edirəm və gözəl günlər arzulayıram. 13 fevral günündə də tarixi günlər vardır. Onlardan 13 fevral 1668-ci ildə İspaniya Portuqaliyanın müstəqilliyini tanıdı. Və 13 fevral günündə isə 1739-cu ildə Nadir Şah Əfşar Karnal döyüşündə Moğol hökmdarı Məhəmməd Şahı məğlub etdiyi gündür. 13 fevral isə 1880-ci ildə Thomas Edison adını alan Edison effekti, deməli termoelektron emissiyası hadisəsini müşahidə etdiyi gündür. 13 fevral həm də 1960-cı ildə Fransanın özünün atom bombası sınağını Əlcəzairin cənubunda Tanezruft səhrasında keçirdiyi gündür. 13 fevral 1971-ci ildə Amerika Birləşmiş Ştatları ordusu hava və artilleriya qüvvəsi ilə Cənubi Vyetnama dəstək olduğu və Cənubi Vyetnam Laosu işğal etdiyi gündür. 13 fevral 1984-cü ildə Yuri Andropovun vəfatından sonra Konstantin Chernenko Sovet İttifaqı Komünist Partiyası Mərkəzi Komitəsinin baş katibi seçildiyi gündür. 13 fevral 1988-ci ildə məhz Stepanakertdə Ermənistan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin birləşdirilməsi, yəni Ermənistan SSR-yə birləşdirilməsi üçün etdiyi ilk miting günüdür və eləcə də 13 fevral 2001-ci ildə Salvadorda 400-dən artıq insanın ölümü ilə nəticələnən Richter şkalası ilə 6,6 bal gücündə zəlzələ baş verdiyi gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.